Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Dekabr ayının 25-i həftənin cümə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Qaradağda ağır yol qəza hadisəsi baş verib. Bununla bağlı News 365 saiti məlumat yayıb. Məlumatda qeyd olunur ki, 25 tarixində səhər saat 9 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonunun yol nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Demək, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan 9 nəfərə, 4-ü qadın, 4-ü kişi və 1-i uşaq olmaqla təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və kliniki tibbi mərkəzə gətiriliblər. 2 nəfərin kişi və qadın həkimə qədər ölüm faktı da qeydə alınıb. Onu da deyək ki, Qaradağ rayonunun Lökbatan, Ceyildağ, Lökbatan istiqamətində hərəkət edən 122 saylı avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.